Bismillahirrahmanirrahim. Fitrə pulunu kart hesabı və yaxud da bank hesabı vasitəsilə köçürmək olarmı? Bu sualın cavabında Ayətullah Xameneyi və Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən fitrə zəkatı birbaşa kart hesabından fəqirin kart hesabına və yaxud fəqirin vəkilinin kart hesabına köçürülsə icazəlidir. Həmçinin fitrəni pul şəklində ayırdıqdan sonra onu fəqirin bank hesabına köçürmənin də maneəsi yoxdur. Amma Ayətullah Sistaninin nəzərinə əsasən isə fitrə zəkatını ayırdıqdan sonra fəqirin bank hesabına köçürmək olmaz. Həmçinin birbaşa kart hesabından fəqirin kart hesabına köçürülməsi icazəli deyil. Bəs bunun həll yolu necədir? İki həll yolu qeyd olunub alimlər tərəfindən. Birincisi budur ki, pulu fəqirin yaxud da digərinin hesabına əmanət olaraq köçürün və o sizin tərəfinizdən o pulu çıxartsın, fitrə hesabı ilə özünə götürsün. Əgər fəqirin özünə göndərilibsə və yaxud başqa bir şəxsə göndərilibsə, o zaman fəqirə versin. İkinci yolda budur ki, fitrəni verəcəyiniz fəqirin tərəfindən vəkillik alıb, məbləği onun tərəfindən qəbul edib, sonra onun kartına yükləyin.